Bir video koymuşam. Zəhmət olmasa bu aşağıdaki videoya bakın. Bu İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarda tikdiyi evlərdir. Evlər bərbad gündədir, evləri su basıb. Bəzində deyirlər ki, İlham Əliyev milyardlarla büdcəni ayırıb işğaldan azad olmuş torpaqlara və orada məcburi köçkünlər üçün evlər tikilir. İlham Əliyev, tikdiyin evlər sənin başına dəysin. Bilinir ki, dəhşət dərəcədə yiyinti eləmişsiniz. Pul silməkdən ötəri yalandan ortalığa bunu atmışsınız ki, İlham Əliyev iş görür. İlham Əliyev gördüyün iş budur. Ay İlham Əliyev tərifləyən trollar. Su basıb cəmaatın evini. Cəmaatın evinin patologu başına düşür, başına tökülür. Hansı bir İlham Əliyevin etdiyi gözəl işlərdən danışırsınız? Gözəl iş gördüyü budur. Tikdiyi bir aydır ki, tökülür, sökülür.